Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, bu gecə 3-cü Əhya gecəsidir. Yəni Qədir gecəsi. Və rəvayətlərdə gəlibdir ki, bu gecənin fəziləti və üstünlüyü digər iki gecənin fəzilət və üstünlüyündən daha əzəmətli, daha üstün və daha çoxdur. Allah bu gecədə eləyən ibadətlərinizi, qılan namazlarınızı inşallah göz dərgahında qəbul etirsin. Bu gecə mələklər yer üzünə gələrək gələn Qədir gecəsinə kimi olacaq hər bir işi, kimin doğulacağını, kimisinin öləcəyini, kimin xoşbəxt, kiminin bədbəxt olacağını, kimisinin ruzusunun artacağını, kimisinin azalacağını təfsilatı ilə birlikdə İmam Zamanın huzuruna təqdim edirlər və Həzrət İmam Zaman da onlara baxır, təsdiqləyir və imzalayır. Elə buna görə də bu gecəni həm də imza gecəsi adlandırmışlar. Həzrət Musa Əleyhissalam Allah Təbarək Teala ilə münacatında buyurur ki, İlahi, sənə yaxın olmaq istəyirəm. Allahdan cavab gəlir ki, Musa, mənə yaxın olmaq istəyirsənsə, Qədir gecəsində oyaq qal. İlahi, sənin cənnətini istəyirəm. Allahdan nida gəlir ki, Musa, mənim cənnətimi istəyən hər kəs Qədir gecəsində məni çoxlu zikr edərsə, onundur. Musa davam edir, İlahi, cəhənnəmin ateşindən nicat tapmaq istəyirəm. Allahdan cavab gəlir ki, Musa, nicat Qədir gecəsində istiğfar edənədir. Musa davam edir, İlahi, sənin razılığını əldə etmək istəyirəm. Allahdan cavab gəlir, Musa, mənim razılığım bu Qədir gecəsində mənə xatir 2 rükət namaz qılanladır. Rək hədislərimizdə gəlibdir ki, hər kəs Qədir gecəsində sübhə qədər yatmazsa, ibadət eləyərsə, tövbə eləyərsə, istiğfar eləyərsə, namaz qılarsa, Allahdan bağışlanmaq istəyərsə, Allah Teala onun günahlarını, hətta onun günahlarının sayı göydəki ulduzların sayı qədər olmuş olsa belə, onun günahlarının ağırlığı dağlar qədər ağır olarsa, əgər onun günahları dəniz dalğaları, ləpələri qədər saysız hesabsız olmuş olarsa belə, Allah o həmin şəxsin günahını bağışlar inşallah. Bu gecə Quran-ı Kərimi tilavət etməyin, oxumağın böyük savabı vardır. Xüsusilə də Qədir, Duxan, Rum, Ənkəbut surələrini oxumaq böyük fəzilətə malikdir. Bu gecənin əməllərindən biri də Həzrət İmam Hüseyin əleyhissalamı ziyarət eləməkdir. Hədislərdə gəlmişdir ki, əgər Kərbəlada deyilsinizsə, İmam Hüseyin ağanı heç olmasa uzaqdan belə ziyarət edin. Çünki bu gecə xüsusi bir mələk çıxar, car çəkər və belə deyər ki, hər kəs ki Hüseyni ziyarət etdi, Allah onu bağışladı. Qədir gecəsinin səhəri də, günü də əlamətdar günlərdən sayılır. Qədir gecəsinin nə qədər fəziləti və savabı vardırsa, Qədir gününün də savabı və fəziləti o qədərdir. Allah'ın verilən Peyğəmbər və Əhl-i Beytinə xatir bizləri bu gecədə bağışlanmışlardan qərar versin inşallah. Amin.